Hörmətli izləyicilər, mən deyirəm ki, yer kürəsində, dünya miqyasında yeganə şəxsəm ki, Allahı görmüşəm və görüşmüşəm. Bir 10 yaşımda, bir də 35 yaşımda. Nə yuxu deyil, nə psixi pozğunluqla əlaqədar söhbət deyil. Əlimdə də sübutum var, sübutun da şəklini hardasa, hansı videomdasa göstərmişəm. 65 yaşımda niyə seçildiyimi başa düşdüm. Bir halda ki, Allah bunu açmayıb, mən də tamlığınla yox, qapalı da olsa bir cüzü açmaq fikrindəyəm. Mən tamam dindən uzaq, heç anlayışı olmayan bir adamam. Dedim ki, deyirsiniz Quranda belə yazılıb, belə yazılıb. Quranda filan şeydə yazılıb bu. Dedilər, yox. Bunun axtarışına çıxdım. Dindarların yanına getdim. Sual verdim ki, Quranda filan şeydə yazılıb bu. Heç onun adı çəkilib mi? Dedilər, yox. Mən başa düşdüm. Dedim, ey Allah Taala, mən bilirəm onun adı Quranda niyə çəkilməyib? O sahəyə niyə toxunulmayıb? Deyən kimi boğazımdan xəstəlik tutdu. Boğazımda elə bir quruma başladı ki, ağzıma çay alayım, süd alayım, yağ alayım, elə bil ki, oraya dəymir, göylə uçur, o quruluğu götürmürdü. O dərəcədə quruyurdu ki, boğazım öymə, qusma başlayırdı. Müalicəni yaxşı başa düşürdüm. Sözünü geri götür, mən də xəstəliyi götürüm. Dedim, xeyr, xərçəngə tutsanız da sözümü geri götürməyəcəm. Bu proses nə az, nə çox, hardasa 6 ay davam elədi. 6 ay xeyirdən, şərdən, bazardan, hər şeydən təcrid olundum. Darvazadan eşiyə çıxa bilmədim. Hətta yatanda yanıma qav qoyurdum qusmaq üçün. Yoldaşım söyləndi, belə filan, özün də tibb işçisisən, bu nə azardır, bilmirsən mi nə azardır bu. Hara lazımdır, yeridir, get. Sabah hardadır, Gəncə gedirsən. Xeyri düşməsə Bakıya yola salacam. Bunun sözünü kəsmək üçün Gəncəyə getdim. Avtovağzalda düşdüm, taksi otdum. Dedim, məni bir tibb müəssisələrini birinə apar. Bir 5-2 dəqiqə yol getdik, bilmirəm, xəstəxana idi, klinika idi, poliklinika idi, nə idi. Düşdüm, dedim, mənə lor həkim lazımdır. Dedilər, burada bircə lor həkim var, o da məzuniyyətdədir. Taksiyə dedim, başqa yerə apar, qısa danışayım, 4-5 yerə apardı, həkimlər yoxa çıxdı. Görünməmiş bir şey oldu. Biri dedi, məzuniyyətdədir, biri dedi xəstələnib, biri dedi indicə ölü yerinə icazə aldı, getdi. Mən özüm başa düşürdüm. Bunu Allah eləyir. Sənin həkimlik işin yoxdur. Nə pul töhmə, nə həkimlik işin yoxdur. Mən özüm bir Allah adamı kimi bu siri başa düşürdüm. Mən gəlim ərimə nə deyim? Gəncə kimi yerdə boğaz həkimi tapılmadı. İnanılması bir şey deyil. Vağzalda otdum, özüm resept yazdım. Bir virus tabletkası, soruculardan yadımdan çıxıb, aloe yazdım, fipsim yazdım. Yağlardan yenə yadımdan çıxıb, ya çaytikanı yazdım, ya zeytun yazdım, nə isə gətirdim, ərimə verdim ki, bunları al. Amma bilirəm ki, mənasız şeydir. Onların da heç xeyri olmadı. Bir gecə yatdım, qalxanda gördüm xəstəlik yoxdur, anadan gəlməyəm. Bu günün neçəsidir? 5-i. Mən başa düşdüm. 5-i. Bu 5-in nə söhbətdir? Qalsın o biri videoma. Hələlik bu qədər, sağ olun.